Beşbarmaq pirində tualetlərin pullu olması və çoxsaylı nəzir qutularının qoyulması vətəndaşların etirazına səbəb olaraq sosial şəbəkələrdə müzakirələrə yol açıb. Videodakı iradlar ziyarətgahda dini məqsədlərdən çox biznes maraqlarının ön plana çıxmasını tənqid edir. Ziyarətgah yoxsa ticarət mərkəzi, din xadimlərinin və nəzir yığanların bitmək, tükənmək bilməyən pul etirazı bu dəfə ölkənin ən məşhur inanclar ocaqlarının birində Beşbarmaq pirində vətəndaşların ciddi etirazına səbəb olub. Sosial şəbəkələrdə yayılan və böyük rezonans doğuran bir videoda vətəndaş pirdəki elementar sanitar qovşağın pullu edilməsinə və hər addım başı qoyulan nəzir qutularına qarşı üsyan edir. İnsanın ən təbii ehtiyacını belə qazanc mənbəyinə çevirənlərə qarşı vətəndaşın acı iradları isə əslində hər kəsin ürəyindən xəbər verir. Söhbət yenə də ondan getmir. Söhbət ondan gedir ki, bu Allah şükür müəllim, Allah şükür Paşazadə müəllim məscidlərdən kəfəndən pul qazanırsan, məscidlərdə mərasim evləri tikilib, oradan pul qazanırsan, sonra məscidlərə rəis qoyursan, oradan pul qazanırsan. Heç olmasa bu pirdən də, pirin də qabağında nəzir qutuları var da, o divara pərçimləyirlər. Oradan da heç olmasa ayda bir 5-6 min oradan qatdalayırsan burada. Aşağısı ya, ən aşağısı. Heç olmasa tuvaletdən pul qazanma da, ay Allah şükür Paşazadə, ay şeyx, sənin güya bunlardan xəbərin yoxdur. Sənin və 56'larının, o gəlib sənin pullarını yığanlar xəbəri yoxdur burada. Bəli, vətəndaş haqlı olaraq sual edir. Milyonlarla manat nəzir, qurbanlıq və ianə yığılan bir müqəddəs məkanda gələn ziyarətçilərə tualeti pulsuz təqdim etmək bu qədərmi çətindir? Ölkədə dini obyektlərin və mərasim evlərinin idarəçiliyini əlində saxlayan qurumların hər xırda xidmətdən qazanc güdməsi dindən çox biznes maraqlarının önə çıxdığını növbəti dəfə sübut edir. Bəlkə də aidiyyatı qurumlar yoldan keçən imkansız bir insanın cibindəki son 50 qəpiyinə göz dikməkdənsə yığılan 100 minlərlə nəzirin hesabatını verməli, xalqa elementar rahatlığı pulsuz təmin etməlidirlər. Deməli, çox adam tanıyır buranı, Beşbarmaq adlandıran pirdir bu. Deməli, Beşbarmaq adlandıran pirdir, qabağında ki, obyektlər, kabab, mabab, nəysə, o öz işlədir. Bu pirin dalında da ayaq yoldur, iki də qadınlar üçün ayrı, kişilər üçün ayrı. Adamın biri 50 qəpik. Ayıb deyə, utanmır heç olmasa, vallahi utanmır. Heç olmasa tuvaletdən pul qazanma. Ayıb daxı bu. Danışanda bu sizdən nə ibrət dərsi götürsün bu millət. Bəlkə birinin pulu yoxdur, saxlayıb orada ayaq yoluna getmək istəyir. 50 qəpik verməsə, kəməridir şalvarına. Ayıb deyir. Vallahi söz tapa bilmir, cəmaat sizə deməyə. Gözsüz doymur, özün adın da Allah şükür Paşazadə. Allaha şükrələ də oldu əlində olan şeyləri, heç olmasa. Vacib tuvaletdən də pul qazanasan, heç olmasa, nədir 5-6 min, gözün doymur, 5-6 min də tuvaletdən qatdalayı qoysa hər ay civə. Ayıb deyə, vallahi billah ayıbdır. Milləti bezdirməyin, milləti dindən çıxartmayın.